Başlayalım. Deməli, zərfliklə bağlı olan testimizin izahını təqdim edək. Deməli, bugünkü bizim testimizin izahı Dövlət İmtahan Mərkəzi 2023-cü il test toplusu 2-ci hissədən cümlə üzvlərinə aid olan zərflik, məna növləri və ifadə vasitəsi ilə bağlı olan testlərin izahıdır. Birinci sual belədir. Hansı cümlədə zərflik fe'li bağlama tərkibi ilə ifadə olunmuşdur? Yəni, cümlə özü kimi zərflik, nitq hissəsi kimi fe'li bağlama tərkibi ilə ifadə olunur. Hava işıqlaşandan sonra səyyah xurcunu atın tərkinə bağladı. Nə etdi? Bağladı. Xəbər kim? Səyyah mübtəda. Nə zaman? Hava işıqlaşandan sonra zərflik. Zaman zərfliyidir və zaman zərfliyimiz burada hava işıqlaşan, anən, fe'li sifət tərkibi ilə ifadə olunub. Yəni, fe'li bağlama tərkibi ilə ifadə olunmayıb. Qardaşım çox fikirləşəndən sonra axtardığını tapdı. Nə etdi? Tapdı. Xəbər kim? Qardaşım mübtəda. Nə zaman? Çox fikirləşəndən sonra zərflik, zaman zərfliyi. Burada zaman zərfliyimiz nə ifadə olunub? Fikirləşəndəki anən var, fe'li sifət şəkilçisi, deməli fe'li sifət tərkibi ilə ifadə olunub. Bu da çiçəkləmiş ağılça ağaclarını gördüyüm üçün hədsiz sevinirdim. Nə edirdim? Sevinirdim. Xəbər. Deməli, niyə sevinirdim? Çiçəkləşmiş ağılça ağaclarını gördüyüm üçün səbəbi zərfliyi. Yəni, çünki sevinirdim, ondan əvvəl bir hadisə baş verib, çiçəkləşmiş ağılça ağaclarını görmüşəm ona görə. Bu səbəb zərfliyi və burada səbəb zərfliyimiz nə ilə ifadə olunub? Dığı deyil, fe'li sifət tərkibi ilə. Yəni, dığı deyil, fe'li sifət şəkilçisi ondan əvvəlki sözləri özünə tabidir və fe'li sifət tərkibi ilə ifadə olunur. Bu yerlər yaz gələndə olduqca gözəl olur. Necə olur? Gözəl olur. Xəbər. Nə zaman? Yaz gələndə zərflik. Zaman zərfliyimiz nə ilə ifadə olunub? Gələndə, andan da fe'li bağlama şəkilçisidir. Özündən əvvəlki sözləri özünə tabi edib. Bütövlükdə bir suala cavab verib. Nə zaman sualına cavab verib və beləliklə tərkib yaradıb. Yəni, fe'li bağlama tərkibi. Zaman zərfliyimiz nə zaman olduqca gözəl olur? Yaz gələndə. Zaman zərfliyimiz fe'li bağlama tərkibinə ifadə olunub. Bir də cavab D bəndi. İkinci sualımıza baxırıq. Zaman zərfliyi fe'li bağlama tərkibi ilə ifadə olunmuş cümləni müəyyən edək. Zaman zərfliyi fe'li bağlama tərkibi ilə ifadə olunmuş cümləni seçək. Çox bilib, az danışmaq igidin ləngəridir. Nədir? İgidin ləngəridir, xəbər. Nə? Çox bilib, az danışmaq mübtəda. Burada heç ümumiyyətlə 2 dənə cümlə özü var, mübtəda, xəbər. Orta məktəbə bitirən kimi universitetə qəbul oldu. Nə etdi? Qəbul oldu, xəbər. Hara? Universitetə zərflik. Nə zaman? Orta məktəbə bitirən kimi, bu da zərflik. Nə ilə ifadə olunur? Bitirən, anəm. Fe'li sifət tərkibi ilə ifadə olunub. Yəni, burada zərfliyimiz fe'li sifət tərkibidir. Cəmil əlini irəli uzadaraq deməli, borunu qıfıla keçirdi. Nə etdi? Keçirdi, xəbər. Necə nətərdə əlini irəli uzadaraq zərflik. Zərfliyimiz nə ilə ifadə olunub? Ara-qərək. Fe'li bağlama tərkibi ilə. Amma burada zaman zərfliyi deyil də. Necə borunu qıfıla keçirdi? Əlini irəli uzadaraq. Tərz hərəkət zərfliyidir. Qabaqlar biz onunla tez-tez rastlaşırdıq. Nə edirdik? Rastlaşırdıq. Xəbər. Nə zaman qabaqlar? Zaman zərfliyi. Zaman zərfliyimiz nə ilə ifadə olunur? Elə qabaq zaman zərfi ilə ifadə olunur. Yəni, fe'li bağlama tərkibi ilə ifadə olunmayıb. Hava sərinləşdikcə sahildə adamlar çoxalırdı. Nə edir? Çoxalırdı. Xəbər. Nə zaman? Hava sərinləşdikcə. Zaman zərfliyimiz nə ilə ifadə olunub? Dıqca fe'li bağlama şəkilçisidir. Özündən əvvəlki hava sözünü özünə tabi edib, bütövlükdə nə zaman sualına cavab verib, tərkib yaradıb. Yəni, burada zaman zərfliyimiz fe'li bağlama tərkibinə ifadə olunub. Birində zərflik işlənməmişdir. Birində deyir, zərflik işlənməmişdir. Batanda biz Abdullah fərasətli və zirəng olar. Bu da C-yə baxaq. Abdullah fərasətli və zirəng bir oğlan idi. Kim idi? Oğlan idi, xəbər. Necə oğlan? Zirəng, təyin. Necə oğlan? Fərasətli, təyin. Çünki necə sualına cavab verən söz oğlan ismini izah edib, ona görə təyindir. Kim? Abdullah, bu da mübtəda. Burada zərflik işləməyib. Cavabımız C bəndir. Sonra cümlələrdə zərfliyin mənaca hansı növləri işlənmişdir? Qocalıb əldən düşdüyüm üçün bu işin öhdəsindən gələ bilmirəm. İndi gələ bilmirəm, çünki bundan əvvəl bir hadisə baş verib, qocalıb əldən düşmüşəm. Yəni, bu səbəb zərfliyidir. Yəni, birincisi səbəbdir. Atan savalan babaya saxlamaq üçün çox qiymətli bir daş verdi. Daş verdi, niyə? Nə məqsəddən? Gələcəkdə savalan babaya saxlasın. Bu məqsəd zərfliyidir. Deməli, birincisi səbəbdir, ikincisi məqsəddir. Cavabımız E bəndir.
5-ci sualda o yüngülləşmək, ürəyini boşaltmaq üçün dərdini danışdı. Nə etdi? Cümləsinin zərfliyi hansı mənə növlə var? Nə etdi? Danışdı. Niyə? İndi danışdı. Gələcəkdə yüngülləşmək üçün, gələcəkdə ürəyini boşaltmaq üçün. Yəni məqsəd zərfliyi də. İndi danışıb gələcəkdə ürəyini boşaltmaq. Hələ bu danışandan sonra yüngülləşəcək, ürəyini boşaldacaq. Ona görə məqsəddir bu C bəndi. Amma əvvəl hadisə baş versəydi, onda səbəb olardı. Meşənin üstünə elə bil su çilənmişdi. Cümləsində yer zərfliyi nə ilə ifadə olunub? Nə etmişdi? Çilənmişdi xəbər hara? Meşənin üstünə zərflik. Zərfliyimiz nə ilə ifadə olunub? Yer zərfliyimiz. Meşənin üstü isim birləşmə 3-cü növlə. D bəndi. Yayda buraya ölkənin hər yerindən dincəlmək üçün çoxlu turist gəlir. Cümləsində tərkibində zərfliyin hansı mənada var? Gəlir, indi gəlir, gələcəkdə dincəlmək üçün. Aha. İndi gəlir, indi gəlir. Çünki gələcəkdə gələndən sonra hələ dincələcək. Yəni bundan sonra baş verən hadisədirsə o məqsəd zərfliyidir artıq. Yayda nə zaman? Zaman zərfliyi, buraya, haraya? Yer zərfliyi və məqsəd zərfliyi. Cavab B bəndi. Sonra 4 aydan bəri oğlunu görməyən ana ondan məktub aldığı üçün sevinirdi. Nədir sevinirdi? Zərflik. Niyə sevinirdi? Oğlunu ondan məktub aldığı üçün. Niyə? Ondan məktub aldığı üçün. Yəni indi sevinirdi çünki bundan əvvəl bir hadisə baş verib oğluna məktub alım ona görə. Deməli səbəb zərfliyi. Bəli, zərfliyi hansı mənim növə işləm? Səbəb. A bəndi. Sonra 9. Əli kişi ağır çəkmələrini sürüyə-sürüyə qapıya çatdı. Cümləsində tərzəki zərfliyi nə ilə ifadə olub? Nə etdi çatdı xəbər? Haraya qapıya? Zərflik. Necə nə tərzdə? Sürüyə-sürüyə çəkmələrini sürüyə-sürüyə. Necə nə tərzdə? Bu da necə nə tərzdə sualına cavab verdiyinə görə tərzəki zərfliyi idi. Nə ilə ifadə olunub? Sürüyə-sürüyə. Şəkilçi fe'li bağlama şəkilçisidir. Bəli. Yəni burada tərzəki zərfliyimiz fe'li bağlama tərkibi ilə ifadə olunub. E bəndi. Zaman zərfliyinin fe'li birləşmə ilə ifadə olunduğu cümləni müəyyən edək. Zaman zərfliyinin fe'li birləşmə ilə ifadə olunduğu cümləni müəyyən edək. Vasif bizə əhəmiyyət vermədən keçib getdi. Sonra baxın, zaman zərfliyi fe'li birləşmə ilə ifadə olsun. Yazın axırlarından havalar çox isti keçir. Nədir? Keçir xəbər. Nə havalar mübtəda, nə zaman yazın axırlarından zərflik, zaman zərfliyimiz. Nə ilə ifadə olub? Yazın axırları. 3-cü nömrə, yəni ismi birləşmə ilə ifadə olunub, ona görə bu da olmaz. Biz kəndə çatar-çatmaz hava qaraldı. Qaraldı xəbər, nə qaraldı? Hava mübtəda, nə zaman biz kəndə çatar-çatmaz zərflik. Zaman zərfliyimiz nə ilə ifadə olunub? Armaz, ərməz fe'li bağlama şəkilçisidir. Özündən əvvəlki biz və kəndə sözlərini özünə tabe edib bütövlükdə nə zaman sualına cavab verir və tərkib yaradıb. Yəni burada zaman zərfliyimiz fe'li bağlama tərkibi ilə ifadə olunub. Cavabımız C bəndi. Yəni fe'li birləşmə ilə fe'li bağlama tərkibi fe'li birləşmə deməkdir. 11-ci sual cümlədəki zərflərlə bağlı doğru fikirdir. Deməli, qocalıb əldən düşdüyü üçün bu işin öhdəsindən gələ bilmirdi. Niyə? Qocalıb əldən düşdüyü üçün səbəb zərfliyi. İndi gələnmirdi çünki ondan əvvəl bir hadisə baş verib, qocalıb əldən düşüb ona görə. Anası qiymətli əşyaları saxlamaq üçün gəlininə mücrü verdi. İndi mücrü verdi. Gələcəkdə qiymətli əşyalar saxlamaq üçün bu məqsəd zərfliyidir. Deməli, müxtəlif məna növlərinə aid olsa da eyni suala cavab verə bilir. Müxtəlif məna, bəli, biri səbəb zərfliyidir, biri məqsəd zərfliyidir. Müxtəlif məna növüdür. Amma eyni suala cavab verir. İkisi də niyə sualına cavab verə bilir. Elə ona görə cavabımız A bəndidir. Birinci deyir cümlədə məqsəd, ikincidə səbəbdir. Tam tərsi, birincidə səbəbdir, ikincidə məqsəddir. Ona görə B olmaz. Hər ikisi məqsəd zərflidir, səhvdir. Hər ikisi səbəbdir, səhvdir. Fe'li birləşmənin eyni növü ilə ifadə olunub. Xeyr. Biri fe'li sifət tərkibinə ifadə olunub, biri məsdər tərkibinə ifadə olunub. Yəni eyni növünə ifadə olunmayıb. Demək cavab A bəndi oldu, bəli. Zərfliyin olduğu sual cümləsini müəyyən edin. Nə deyir? Zərfliyin olduğu sual cümləsini. Baxın, müəyyən edək. Burada necə zərfliyin sualıdır, çünki hərəkətlə bağlıdır. Ona görə necə nə cür sualına cavab verirsə hərəkətlə bağlı olanda cümlə kimi tərzəki zərfliyi olur. Ona görə cavabımız A bəndidir. Sonra nümunələrdən hansında məqsəd zərfli frazolu birləşmə ilə ifadə olunub? Məqsəd zərfliyi frazolu birləşmə ilə ifadə olunub. Deməli, bura baxaq.
Yəni C bəndinə qonşumuz proqramı başa salmağı məndən xahiş etdi. Nə etdi? Xahiş etdi. Kimdən? Məndən. Məndən nəyə xahiş etdi? Proqramı başa salmağı tamamlıq. Xeyr, bu olmadı. A bəndə bax, qardaşım sabah adaya yola düşəcəyini xatırladı. Nə etdi? Xatırladı. Kim qardaşım nəyi xatırladı? Sabah adaya yola düşəcəyini. Fe'l sifət tərkibinə ifadə olunub. Hə, amma bir şey deyim də, adaya yola düşəcəyini. Yola düşəcəyini. Nəyi? Xatırladı. Tamamlıqdır bu. Sonra o qohumunu yola salmağa tələsir. Nə edir? Tələsirdi. Kim? O. Kim nəyə tələsirdi? Yəni tələsməkdən məqsədi nə idi? Qohumunu yola salmaq. Gələcəkdə. İndi tələsir, gələcəkdə qohumunu yola salmaq. Məqsəd zərfli idi. Nə ilə ifadə olunub? Yola salmaq frazalar birləşməsi ilə ifadə olunub. B bəndi. Sonra 14-cü sual hansı cümlədə yerlik halda olan söz yer zərfliyi deyil? Burada 1000 illər öncə bizim ulu babalarımız yaşayıb. Burada ümumiyyətlə harada burada baxın yerlik hal şəkilçisi qəbul edən bura sözü harada sualına cavab verir və yer zərfliyi olub. Aha. Deməli A olmaz. Dağda cürbəcür otlar bitirdi ki, onlardan dərman kimi istifadə etmək olar. Dağda, harada dağda yer zərfliyi və dağda burada yerlik hal şəkilçisidir. Sərhədimizdə atəşkəs yenidən pozulub. Harada sərhədimizdə? Buradakı dağdadır. Yer zərfliyidir. Yerlik haldadır və yer zərfliyidir cümlədə. Kənddə bir sıra yeniliklər müşahidə edilir. Kənddə arada dağda yerlik hal şəkilçisidir və yer zərfliyini ifadə olunur. Dostumda maraqlı kitab var. Baxın, dostumda kimdə? Burada yerlik hal şəkilçisini qəbul edən söz kimdə sualına cavab edir və tamamlıq oldu. Da yer zərfliyi olmadı. Cavabımız ona görə E bəndidir. 15-ci sual hansı cümlədə məqsəd zərfliyi var? O uşağa dərman almaq üçün şəhərə getdi. İndi şəhərə gedib, gələcəkdə uşağa dərman almaq üçün. Ona görə. Uşağa dərman almaq üçün. İndi şəhərə getdi, gələcəkdə dərman almaq. Yəni bunun məqsədi gələcəkdə dərman almaqdır. Məqsəd zərfliyi elə buradadır. A bəndi. Anar 5 aldığı üçün çox sevinirdi. İndi sevinirdi çünki bundan əvvəl bir hadisə olub 5 alıb. Yəni səbəb zərfli idi. Uşaq tərifləndiyi üçün həvəsə gəlmişdi. İndi həvəsə gəlmişdi çünki bundan əvvəl bir hadisə baş verib təriflənib. Bu da səbəbdir. Düşmən qorxaraq geri çəkildi. Geri çəkilib bundan əvvəl bir hadisə baş verib. Qorxub ona görə bu da səbəbdir. İstidən qonaqların hamısı tərləmişdi. Tərləmişdi çünki əvvəl hadisə baş verib isti olub. Bu da səbəbdir. Yəni burada məqsəd A bəndidir. Sonra hansı səbəb zərfliyi hansı cümlədədir? Səbəb zərfliyi hansı cümlədədir? Bəli, işin səbəbini bildirir. Baxın, E-yə baxın. Uşaq xəstələndiyi üçün dərsə gəlməmişdi. İndi gəlməmişdi. Çünki bundan əvvəl bir hadisə baş verib. Uşaq xəstələndi. Niyə? Uşaq dərsə gəlməmişdi. Xəstələndiyi üçün. Xəstələndiyi üçün. Yəni səbəb zərfliyi idi burada. Bəli, cavabımız E bəndi. 17. Azərbaycan xalqı öz müstəqilliyi uğrunda mübarizəyə qalxdığı cümləsində zərfliyin mənada hansı növü var? Nə etdi? Mübarizəyə qalxdı. Kim? Azərbaycan xalqı. Niyə mübarizəyə qalxdı? Nə səbəbə? Müstəqilliyi uğrunda. Nə məqsədlə daha doğrusu mübarizəyə qalxdı? İndi mübarizəyə qalxıb gələcəkdə müstəqilliyi uğrunda məqsəd zərfliyidir. E bəndi. Sonra yuxarıda yuxusunda oğlunu görən ana ondan bir xəbər tutmaq üçün hərbi komissarlığa getdi. İndi gedib gələcəkdə ondan bir xəbər tutmaq üçün nə məqsədlə getdi? Bir xəbər tutmaq üçün məqsəd zərfliyi idi. Zərfli yalnız məndə məqsəd zərfliyi var. Yuxuda oğlunu görən ana ondan bir xəbər tutmaq üçün hərbi komissar haraya getdi? Hərbi komissarlığa. Bu da zərflikdir, yer zərfliyidir. Deməli, həm məqsəd zərfliyi var, həm də yer zərfliyi. Cavabımız C bəndi. Zaman zərfliyi fe'li bağlama tərkiblə ifadə olunmuş cümləni müəyyən edək. Yəni həmin o zaman zərfliyimiz nə olsun? Fe'li bağlama ilə ifadə olsun. D-yə baxaq. Hava işıqlandıqca Girdiman qalasının möhtəşəm bürcləri daha aydın görünür. Nədir? Görünür. Nə? Girdiman qalasının möhtəşəm bürcləri mübtada nə zaman? Hava işıqlandıqca. Zərflik, zaman zərfliyi. Nə ilə ifadə olunub? Dıqca fe'li bağlama şəkilçisidir. Özündən əvvəlki hava sözünü özünə tabe edib. Bütövlükdə bir dənə nə zaman sualına cavab verərək tərkib verədir. Yəni fe'li bağlama tərkibinə ifadə olunub burada zaman zərfliyimiz, cavabımız D bəndi.
20-ci sual. Şahın üzünə ağ olduğu üçün məni buraya göndəriblər. Ağ olduğum üçün. Nə edib göndəriblər buraya, haraya? Yer zərfliyi, niyə? Nə səbəbə? Şahın üzünə ağ olduğum səbəb. Həm yer, həm də səbəb zərfliyi var. Deməli, həm səbəb zərfliyi var, niyə göndəriblər, həm də yer zərfliyi var. Aha, səbəb və yer, C bəndi. Yer belləməkdən əllərimin içi qabar olmuş cümləsində zərfliyin mənası hansı növ işlənmişdi? Nə etmişdi? Qabar olmuşdu. Niyə? Yer belləməkdən. Hə. Nə səbəbə? Yer belləməkdən, baxın, səbəb zərfliyi. Çünki qabar olub, bundan əvvəl bir hadisə baş verib. Yer belləyib ona görə. Səbəbdir. Əllərimin içi nə? Və burada bir dənə səbəb zərfliyi işlənib. Və səbəb zərfliyimiz nə ilə ifadə olunub? Yer belləmək, məsdər tərkibi ilə. Məsləhətlə, yəni səbəb zərfliyi məsləhət tərkibinə ifadə olunub, cavabımız B bəndi. 22. Hansı cümlədə tərz hərəkət zərfliyi var? Hərəkətin tərzini bildirsin. Əvvəlcə bu şəkilləri evimizdə divardan asırdım. Əvvəlcə. Nə zaman? Bu zaman zərfliyi idi. Qərargahda 3 gənc əskər xidmət edirdi. Burada ümumiyyətlə qərargahda arada yer zərfliyi işlənib. Qərargahda sözü. O əsəblərini sakitləşdirmək üçün gəzindi, gəzindi, nə məqsədə? Əsəblərini sakitləşdirmək üçün məqsəd zərfliyi. Muğan düzündəki kiçik bir kəndə çatdıq. Nə etdik? Çatdıq nəyə? Kəndə, haraya? Necə kiçik? Harada? Muğan düzündəki. Hansı kəndə? Muğan düzündəki, bu təyindir. Burada ümumiyyətlə zərfliyi yoxdur. Pis günlər bir gecənin yuxusu kimi unuduldu. Nə etdi? Unuduldu. Nə? Günlər necə günlər? Pis günlər. Necə, nə tərzdə unuduldu? Bir gecənin yuxusu kimi. Tərz hərəkət zərfliyi nə ilə ifadə olunub? Gecənin yuxusu. Baxın, tərz hərəkət zərfi burada işlənib. Bir gecənin yuxusu kimi unuduldu. Hərəkətlə əlaqələndirdim. Sonra ana qızının dağınıq saçlarını oxşaya-oxşaya təsəlli verməyə başladı. Cümləsində zərfliyin nə ilə ifadə olunub? Nə etdi? Təsəlli verməyə başladı. Xəbər. Kim? Ana mübtada. Ana necə təsəlli verməyə başladı? Qızının dağınıq saçlarını oxşaya-oxşaya tərz hərəkət zərfliyi. Necə, nə cür? Və tərz hərəkət zərfliyimiz oxşaya-oxşaya. Nə ilə ifadə olunub? AA feili bağlama şəkilçisi olduğuna görə feili bağlama tərkibi ilə. Oxşaya-oxşaya sözü özündən əvvəlki qızının dağınıq saçlarını sözünü özünə tabi edib bütövlükdə bir suala cavab verib. Deməli, feili bağlama tərkibi ilə ifadə olunub, cavabımız E bəndi. Sonra 24-cü sual. Hansı cümlədə feili birləşmə məqsəd zərfliyi kimi işləmişdir? Feili birləşmə. Bəli. Kimsə sizə əl tutmaq savabdır. Nədir savabdır? Nə savabdır? Kimsə sizə əl tutmaq mübtada. Bu da xəbər. A bəndi getdi. Mən bura sizi görməyə gəlmişəm. Nə etmişəm? Gəlmişəm, xəbər. Nə məqsəddən gəlmişəm? Sizi görməyə. Məqsəd zərfliyi. İndi gəlmişəm, gələcəkdə sizi görüm. Məqsəd zərfliyimiz nə ilə ifadə olunub? Sizi görmək. Məqsəd məsdər şəkilçisi olduğuna görə özünə əvvəlki sizi sözünü özünə tabi edib bütövlükdə məsdər tərkibi yaradıb. Məsdər tərkibi də feil birləşmədir. Yəni burada məqsəd zərfliyimiz feil birləşmə ilə ifadə olunub, cavabımız B bəndi. O günahların bağışlanması üçün çox çalışırdı. Cümləsində zərfliyin hansı məna növü işləmişdir? Nə etdi? Çalışdı, xəbər. Kim çalışdı? O. O niyə çalışdı? Günahların bağışlanması üçün. Səbəb zərfliyi. Nə qədər çalışdı? Çox, miqdar zərfliyi, yəni kəmiyyət zərfliyi. Həm səbəb, daha doğrusu səbəb yox, məqsəd. Çalışdı, çünki gələcəkdə günahlar bağışlansın. Məqsəd zərfliyi. Həm də ki, eyni zamanda miqdar zərfliyi, kəmiyyət zərfliyi, yəni. Çox çalışdı, nə qədər? A bəndi. 26-cı sual. Nümunələrin birində feili bağlama tərkibi səbəb zərfliyi vəzifəsində işləmişdir. Feili bağlama tərkibi səbəb zərfliyi vəzifəsində işlənmişdir. Yol getdikcə daralırdı. Sonra oxuyanda səsi amına validi maşın yol ayrıcında çatanda birdən dayandı. Rotasiya əngəl çıxartma güclü ateşlərlə ilə qarşılaşdı. Uşaq qəfildən ayılıb gördü. Aya baxaq. Uşaq qəfildən ayını görüb qorxdu. Qorxub, hansı səbəbə qorxdu? Ayını görüb. Səbəb zərfliyi. Səbəb zərfliyimiz ayını görüb. Feili bağlama. Bu feili bağlama şəkilçisidir. Feili bağlama tərkibinə ifadə olunub burada. A bəndi. Nümunənin birində feili bağlama tərkibi səbəb zərfi vəzifəsində işlənmişdir. Feili bağlama tərkibi səbəb zərfi vəzifəsində işlənib.
Maşın sola burulanda sürücü sürəti artırdı. Nə etdi? Artırdı. Nə zaman maşın sola burulanda? Zaman zərflidir. Birdən dəhşətli ildırım şaqqıltısı eşidib qorxdum. Bax, indi qorxdum. Qorxdum. Hansı səbəbə qorxdum? Bunun və bir hadisə baş verir. İldırım şaqqıltısı eşitdiyimə görə. Səbəb zərfli idi və nə ilə ifadə olunub? İldırım şaqqıltısı eşidib. Bir feil bağlama şəkilçisi özünün əvvəlki sözləri özünə tabe edib. Niyə, nə səbəbə sualına cavab verərək tərkib yaradır. Bu səbəb zərfliyi olub. Cavabımız B bəndi. Söz birləşməsi ilə ifadə olunan zərfliklər hansı cümlədədir? Söz birləşməsi ilə ifadə olunan zərflik hansı cümlədədir? Yəni, həmin zərfliyimiz söz birləşməsi ilə ifadə olunacaq. Nəcəfin gözləri qeyri-ixtiyarı örtülməyə başladı. Nə etdi? Örtülməyə başladı. Xəbər, nə? Nəcəfin gözləri mübtəda, necə qeyri-ixtiyarı? Burada qeyri-ixtiyarı, yəni söz birləşməsi deyil, ona görə A bəndi olmaz. Maşınlar kəndə tərəf hərəkət edirdi. Nə edir? Hərəkət edirdi xəbər. Nə maşınla mübtəda. Hara? Kəndə. Tərəf da zərflik. Yəni, burada da zərfliyimiz ola bilər, amma söz birləşməsini ifadə olunmayıb. Kəndə tərəf söz birləşməsi deyil. Sevdə onun yalan danışdığını başa düşdüyü üçün pərt olmuş. Nə isimmiş? Pərt olmuş xəbər. Sevdə niyə pərt olmuşdu? Onun yalan danışdığını başa düşdüyü üçün səbəb zərflidir. Yəni, səbəbə yalan danışdığını başa düşdü. Səbəb zərfliyimiz nə ilə ifadə olunub? Söz birləşməsindən. Onun yalan danışdığı feili sifət tərkibi ilə. Cavabımız C bəndi. Sonra biz heç nəyə fikir vermədən irəliləyirdik cümləsində zərflik nə ilə ifadə olunmuşdu? Nə edirdik? İrəliləyirdik xəbər. Kim irəliləyirdi? Biz mübtəda. Biz necə, nə tərzdə irəliləyirdik? Heç nəyə fikir vermədən. Bu da təzəki zərfliyi nə ilə ifadə olunub? Madan mədən feili bağlama şəkilçisi olduğuna görə özünün əvvəlki sözləri özünə tabe edib bütövlükdə tərk verir. Yəni feili bağlama tərkibi ilə ifadə olunub. Cümlələrin birində iki zərflik var. Bayrağı yuxarıya qaldırdılar. Qaldırdılar xəbər, nəyi bayrağı, tamamlıq yuxarıya, hara, zərflik. Getdi. Belə hadisə kənddə tez-tez baş verir. Nedir? Baş verir xəbər, necə, nə tərəfdə tez-tez. Zərflik haradır? Kənddə. Bu da zərflik. Nə? Hadisələr, mübtəda, necə, belə hadisə. Deməli, burada iki dənə zərflik var. Kənddə yer zərfliyidir. Tez-tez baş verir. Necə, nə tərəfdə. Bu da tez-tez yəni zamanı bilir də. Burada artıq yəni iki dənə zərflik var burada. B bəndi. Cümlələrin birində iki zərflik var. Yəni də həmin tipli sual. Ora gələn uşaqlar səni gözləyir. Burada bir dənə zərfliyimiz oradır. Başqa zərflik yoxdur. Uşaqlar aşağıya düşdülər. Burada da aşağıya da bir dənə zərflik B-də olmaz. Adil dayanmadan üzürdü. Dayanmadan da buradan bir dənə məktəbdə bu sözləri həmişə eşidirik. Nə edir? Eşidirik xəbər. Nə vaxt? Həmişə zaman zərfliyi. Harada? Məktəbdə yer zərfliyi. Yəni iki dənə zərflik olan D bəndidir. 32-ci sual. Hansı cümlədə məqsəd zərfliyi yönlük halda olan sözlə ifadə olunmuşdur? Yönlük halda. Səhər tezdən uşaqlar yarışmağa bura gələcəklər. Gələcəklər hansı məqsəddən? Yarışmağa. Baxın, yarışmağa yönlük haldadır. A. Yönlük halda olan sözlə ifadə olunur buradan məqsəd zərfliyimiz. Nə məqsədin gələcəklər? Gələcəkdə yarışmaq üçün. C bəndi. Əsas tərəfi feili bağlama ilə ifadə olunmuş feili birləşmə hansı cümlə üzvü vəzifəsindən çıxış edə bilir? Əsas tərəfi feili bağlama ilə ifadə olunubsa, deməli, o zaman kimi işlənəcək, səbəb kimi işlənəcək, zaman, səbəb və zaman, yer kimi işlənməyəcək, yer kimi işlənməyəcək. Tərz hərəkət kimi işlənəcək. Zaman kimi, səbəb kimi, kəmiyyət zərfliyi kimi işlənəcək. Cavabımız C bəndi. Çünki feili bağlama yer zərfliyi vəzifəsində olmur. 34-cü sual. Səbəb zərfliyi isim birləşmə ilə ifadə olunduğu cümlə müəyyən edək. Səbəb zərfliyinin isim birləşmə ilə ifadə olunduğu cümlə. Səbəb zərfliyinin ismi birləşmə ilə ifadə olunduğu cümlə. Baxın. A bəndinə baxaq. Qonşunun səhlənkarlığında mənzil indi suyun altında qalmış. Nə etmişdi? Qalmışdı xəbər. Arada suyun altında zərflik. Burada səbəb zərfliyi yoxdur. İndi nə zaman? Zaman zərfliyi. Bu da
Xeyli xəstə yatdığından addımlarını ata bilmirdi. Nə etmirdi? Ata bilmirdi xəbər. Kim xəstə mübtəda niyə yatdığından hansı səbəbi yatdığından səbəbdir bu. Bu da olmaz. Yatdığından səbəb zərfi bizim birləşmə olsun da. İndi deyir İmran vaxtsız gəldiyini düşünüb biraz da sıxıldı. Nə etdi? Sıxıldı xəbər. Nə qədər biraz zaman miqdar zərfliyi. Niyə sıxıldı? Hansı səbəbə sıxıldı? İmran vaxtsız gəldiyini düşünüb. Niyə? Nə səbəbə vaxtsız gəldiyini düşünüb ona görə. Feili burada səbəb zərfliyimiz feili birləşmə ilə ifadə olunub. Aha. Keşikçilər şahın gəldiyini görüb özlərini yığışdırırlar. Nə etdilər? Yığışdırırlar. Kim? Keşikçilər niyə özünün şahın gəldiyini görüb? Baxın, şahın gəldiyini görüb. Burada nədir? Şahın gəldiyini görüb. Səbəb zərflidir. Nə ilə ifadə olunub? Feili bağlama tərkibindən görüb. Bu feili bağlama şəkilçisidir. Qoca nəvələrinin gəlməyini çoxdan gözləyirdi. Nə edirdi? Gözləyirdi. Xəbər kim? Qoca mübtəda nəyi gözləyirdi? Nəvələrinin gəlməyini. Tamamlıq. Bu da deyil. Deməli, səbəb zərfliyimizdir. İsim birləşmə ilə ifadə olunduğu cümlə. Deyil. Keşikçilər şahın gəldiyini görüb özlərini yığışdırdılar. Nə etdi? Yığışdırdılar. Kim? Keşikçilər mübtəda. Niyə özlərini yığışdırdılar? Şahın gəldiyini gördükləri üçün. Deməli, gördükləri üçün. Bəli, səbəb zərfliyi. Səbəb zərfliyimiz nə ilə ifadə olunub? Şahın gəldiyini görüb. Yəni, feili bağlama tərkibi ilə. İmran vaxtsız gəldiyini düşünüb. Biraz da sıxıldı. Niyə sıxıldı? Vaxtsız gəldiyini düşünüb. Burada da feil bağlama tərkibi ilə ifadə olunub səbəb zərfliyimiz. Xeyli xəstə yatdığından addımlarını ata bilmirdi. Nə etmirdi? Ata bilmirdi. Niyə addımlarını ata bilmirdi? Xeyli xəstə yatdığından. Sonra qonşunun səhlənkarlığında mənzil indi suyun altında qalmışdı. Mənzil indi suyun altında qalmışdı. Hansı səbəbdən? Qonşunun səhlənkarlığında. Baxın, səbəb zərfliyib. Qonşunun səhlənkarlığı. Nə ilə ifadə olunub? Qonşunun səhlənkarlığı. Üçüncü növlə, yəni isim birləşmə ilə. Cavabımız A bəndi ona görə. Zaman zərfliyi işləmiş cümləni müəyyən edək. Zaman zərfliyi. Gəmi düz 3 saat sahildə dayandı. Nə etdi? Dayandı xəbər. Nə? Gəmi mübtəda. Nə qədər? 3 saat. Zaman zərfliyi. Zaman zərfliyi işləyən cümlə ilə A bəndidir. Sahildə arıda. Bu da yer zərfliyi. Nə qədər dayandı? 3 saat. Zaman zərfliyidir. Bəli, A bəndi. Sonra 36-cı sual. Zaman zərfliyi feili bağlama tərkibi ilə ifadə olunduğu cümlə. Yəni zaman zərfliyimiz feili bağlama tərkibi olsun. Yazın axırlarında havalar çox isti keçir. Nə edir? Keçir, xəbər, isti keçir. Xəbər, nə havalar mübtəda, nə zamanda yazın axırlarında bu da zərflik zaman zərfliyimiz. Nə ifadə olunur? Yazın axırları 3-cü növlə. Vacib bizə əhəmiyyət vermədən keçib getdi. Nə etdi? Keçib getdi xəbər. Kim vacib mübtəda? Necə? Bizə əhəmiyyət vermədi. Zərflik. Nə ilə ifadə olunub zərfliyimiz? Madam mədə. Baxın. Vasif keçib getdi. Vasif necə keçib getdi? Bizə əhəmiyyət vermədi. Necə nə tərzəsiz? Tərzəcə zərfliyidir bu. Yəni zaman zərfliyi deyil. Ona görə B də olmaz. Maşın kəndə girəndə Rüstəm kişi küslü adamlar kimi oturmuşdu. Nə etmişsə oturmuşdu. Kim? Rüstəm kimi mübtəda. Nə zaman? Maşın kəndə girəndə zaman zərfliyi. Zaman zərfliyimiz nə ilə ifadə olunub? Maşın kəndə girəndə. Ondan da feil bağlama tərkibi ilə ifadə olunub. Özünə və sözü özünə tabi edib. C bəndi. Hansı cümlədə feil bağlama tərkibi səbəb zərfliyi vəzifəsində işləmişdir? Feil bağlama tərkibi səbəb zərfliyi vəzifəsində işlənib. Bütün üzvlər yığışmayınca biz müşavirəni başlaya bilməyəcək. Nə edə bilməyəcək? Başlaya bilməyəcək. Xəbər. Nə zaman biz müşavirəni başlaya bilməyəcək? Bütün üzvlər yığışmayınca zaman zərfliyi. Nə ilə ifadə olunub? Feili bağlama tərkibinə. Inca feili bağlama şəkilçisidir. Xəstənin vəziyyətinin yaxşılaşdığını görən qohumlar xeyli fərəhləndirlər. Nə etdilər? Fərəhləndirlər. Kim? Qohumlar. Niyə qohumlar xeyli fərəhləndirlər? Hansı qohumlar daha doğrusu? Xəstənin vəziyyətini yaxşı görən qohumlar. Bu təyindir. Ona görə B-də olmaz. Onun evinin yanından keçəndə həzin musiqi səsi eşitdim. Nə etdim? Eşitdim. Nə zaman? Onun evinin yanından keçəndə. Zaman zərfliyi.
Zaman zərfliyimiz nə ilə ifadə olunub? Fe'li bağlama tərkibini. Amma bizdən səbəb deyir fe'li bağlama tərkibi olsun da. Deməli, qohumlar yaralının vəziyyətinin xeyli ağırlaşdığını görüb narahat oldular. Narahat oldular hansı səbəbdən? Yaralının vəziyyətinin xeyli ağırlaşdığını görüb. Səbəb zərfliyi. Nə ilə ifadə olunub səbəb zərfliyimiz? Yaralının vəziyyətinin xeyli ağırlaşdığını görüb. Bu fe'li bağlama şəkilçisi də özünün əvvəlki sözləri özünə tabe edib və fe'li bağlama tərkibini yaradıb və burada da səbəb zərfliyimiz fe'li bağlama tərkibini ifadə olunub. Cavabımız D bəndi. 39-cu sual. Səbəb zərfliyi fe'li bağlama tərkibi ilə ifadə olunan cümlə. Yenə də həmin forma. Düşmən ordusu bizim artilleriya qüvvələrimizdən qorxub geri çəkildi. Nə etdi? Çəkildi, xəbər. Hansı səbəbə geri çəkildi? Bizim artilleriyamızdan qorxub, səbəb zərfliyi. Nə ilə ifadə olunub? Qorxub. Bu fe'li bağlama şəkilçisi olduğuna görə özündən əvvəlki bizim artilleriya qüvvələrimizdən sözünü tabe edərək fe'li bağlama tərkibi yaradıb. Və bu fe'li bağlama tərkibimizdə cümlə düzgünümüz səbəb zərfliyi olub. Cavabımız A bəndi. Fe'li bağlama tərkibi səbəb zərfliyi vəzifəsində işləndiyi cümləni müəyyən edir. Yəni fe'li bağlama tərkibi səbəb zərfliyi vəzifəsində işlənsin. Onu müəyyən eləyək. Bilal dayısını burada gördüyü üçün utanıb o bir otağa keçdi. Nə etdi? Otağa keçdi. Xəbər. Kim? Bilal. Niyə otağa keçdi? Dayısını burada gördüyü üçün utanıb. O səbəbə. Utandığına görə. Yəni burada fe'li bağlama tərkibi səbəb zərfliyi vəzifəsində elə A olacaq. Amma o bir şəraidə baxa. O dostunun sözündən incidiyinə görə otaqdan çıxmışdı. Nə etdi? Çıxdı xəbər. Kim? O mübtada. Niyə otaqdan çıxdı? Dostunun sözündən incidiyinə görə. Burada dığı deyil, fe'li sifət şəkilçisidir. Yəni burada səbəb zərfliyimiz fe'li sifət tərkibi ilə ifadə olunub. Ona görə B olmaz. Olimpiyadada uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Lazımdır xəbər. Nə lazımdır? Çox çalışmaq mübtada. Niyə? Olimpiyadada uğur qazanmaq üçün məqsəd zərfliyi. Yəni səbəb zərfliyi deyil. Ləman müəllimin tənəli baxışlarını görüb gözlərini yerə dikdi. Ləman müəllimin tənəli baxışlarını görüb gözlərini yerə dikdi. Nə etdi? Yerə dikdi xəbər. Kim? Ləman. Ləman niyə gözlərini yerə dikdi? Nə etdi? Gözlərini yerə dikdi. Niyə? Müəllimin tənəli baxışlarını gördüyü üçün. Səbəb. Səbəb zərfliyimiz nə ilə ifadə olunub? Fe'li bağlama tərkibi ilə ifadə olunub. Müəllimin gözlərini yerə dikdi. Hansı səbəbdən? Çünki əvvəl onun tənəli baxışlarını görüb, ona görə D bəndi. Bən niyə A olmadı? Bilal dayısını burada gördüyü üçün. Burada bizim gördüyü üçün utanıb o bir otağa keçdi. Və utanıb keçdi. Burada utanıbdır. Yəni fe'li bağlama tərkibi deyil. Ona görə. Cədvəli zərfliyin məna növlərinə və məntiqi arzularına uyğun tamamlayaq. Deməli, dövrə vurub hansıdır? Necə? Qaçaraq necə? Bu tərz hərəkət zərfliyidir. Birinci olmalıdır tərz. Burada dövrə vurub qaçaraq çünki tərzi bildirir. Heç nəyin üstündə, niyə, nə səbəbə, sözündən inciyib, niyə, nə səbəbə. Bu səbəb zərfliyidir. Səbəb. Sonra, yəni birincisi gəldi tərz, ikincisi gəldi nə? Səbəb. Birinci tərz, ikincisi səbəb. Üçüncüsü, səni görməyə elm yolunda. Səni görməyə gəlib. Yəni, məqsəd zərf. Bu isə məqsəddir. Üçüncüsü məqsəddir. Birinci tərs, ikincisi səbəb, üçüncü məqsəd. İndi onu uyğunlaşdıraq. Birinci tərs, ikinci səbəb, üçüncü məqsəd. Elə birində var, düzdür. Məsələn, addım başı. Məsələn, dövrə vurub, qaçaraq və addım başı. Hamısı tərs bildirdi. Birinci tərz idi də, düzdür, bəli. Birinci tərz olan budur. İkinci nədir? Səbəbdir, deyik, bəli. Sonra, deməli, burada addım başı, bəli. Eyni zamanda, səbəb zərfli heç nəyin üstündə əmrinizdən qorxu. Bax, heç nəyin üstündə də səbəbini bildirir. Sözündən inciyib də səbəbini bildirir. Əmrinizdən qorxub, o da səbəb bildirir. Yəni, 2 ilə ona görə B. Məqsəd, səni görməyə elm yolunda məqsəd zərfli idi. Yəni, təhsilini davam etdirmək üçün bu da məqsəd oldu. Ona görə cavabımız E bəndi oldu. Sonra,
41-ci sual. Kəməz zərfliyi hansı cümlədə işlənmişdir? Kəməz zərfliyi. Rüstəm ki bağçada işləməkdən zövq alırdı. Nə edir? Zövq alırdı. Xəbər kim? Rüstəm kim? Mübtəda. Niyə? Nədən zövq alırdı? Bağçada işləməkdən tamamlıq. Bir qədər səbirsizlik bütün işləri korladı. Nə etdi? Korladı. Nə? Səbirsizlik. Mübtəda. Nə qədər? Bir qədər. Kəmiyyət zərfliyi. Bir qədər korladı. Bir qədər səbirsizlik. Nə qədər? Yox, bu zərflik deyil. Bir qədər səbirsizliyə aiddir. Səbirsizlikdə isimdir. Ona görə bu təyin. Ana sonsuz dərəcədə sevinirdi. Nə idi? Sevinirdim. Nə qədər? Sonsuz dərəcədə zərflik, kəmiyyət zərfliyi idi. Çünki hərəkətdən bağlıdır. Sevinirdi hərəkətindən bağlı və nə qədər sonra cavab verib. 3. Dayanacaqda avtobus xeyli adam mindi. Dayanacaqda avtobusa xeyli adam mindi. Nə qədər xeyli? Adam kim? Nə qədər xeyli? Kəməkdir. Bu məsələni sizə dəfələrlə baxın, xeyli adam mindi. Burada xeyli sözü adam isminə aid olduğuna görə burada xeyli təyindir. Yəni kəmək zərfliyi deyil. Bu məsələni sizə dəfələrlə xatırlatdım. Nə qədər? Dəfələrlə. Nə qədər sonra cavab verən dəfələrlə sözü xatırlatdım hərəkətinə bağlı olduğuna görə bu da kəmək zərfliyidir. 3, 5. Sonra 42-ci sual. Hansı cümlədə qoşma ilə işləmiş fe'li birləşmə zaman zərfliyinin ifadə vasitəsidir? Qoşma ilə işləmiş fe'li birləşmə zaman zərfliyinin ifadə vasitəsidir. Qoşma ilə işlənmiş fe'li birləşmə zaman zərfliyi. Yeməkdən sonra qonaqlar həyətdə qalanmış tonqalın ətrafında toplaşdılar. Nə etdilər? Toplaşdılar xəbər. Nə zaman? Yeməkdən sonra. Bu zərflik. Burada nə zaman? Zaman zərfliyidir. Amma burada zaman zərfliyimiz yeməkdən. Yəni yeməkdən məstərlə ifadə işlənən qoşma var burada. Fe'li birləşmə ilə işləməyir. Burada məstərdir. Məstər tərkibi olsaydı onda fe'li birləşmə olardı. Ona görə biri götürmürük. Narahat olmamışdan əvvəl heç vaxt xəstələnməmişdi. Nə etməmişdi? Xəstələnməmişdi. Nə zaman? Narahat olmamışdan əvvəl. Zaman zərfliyi. Nə ifadə olunub? Narahat olmamış sözü ilə ifadə olunub. Yəni burada fe'li birləşmə yox. Baxın, fe'li sifətdən ifadə olunub, amma fe'li sifət tərkibi ilə deyil. Çünki olmaq tərkibi yaratmır. Onunla görüşəndən bəri xeyli ürəkləndim. Nə etdim? Ürəkləndim. Xəbər. Nə zaman? Onunla görüşəndən bəri. Bu da görüşəndən bəri. Zaman zərfliyi. Baxın, burada zaman zərfliyimiz onunla görüşəndən. Fe'li birləşmədə onunla görüşən anəm fe'li sifət tərkibi ilə ifadə olunub və fe'li sifət tərkibi də qoşma ilə işlənib. Bəri qoşması ilə işlənib. Ona görə 3'ü götürəcəm. Çox çalışıb tezliklə istədiyimizə nail ola bilərik. Burada ümumiyyətlə qoşulma yoxdur. Torpaqlarımızı azad olandan sonra Qarabağda qurulacaq işlərlə başlanıldı. Quruculuq işlərinə başlanıldı. Nə etdi? Başlanıldı. Xəbər. Nəyə? Quruculuq işlərinə tamamlıq. Nə zaman? Torpaqlarımız azad olandan sonra zaman zərfliyi. Nə ifadə olunub? Anəm fe'li sifət tərkibi ilə və həm fe'li sifət tərkibi ilə qoşma ilə işlənib. 3, 5. Deməli, müəllimlər, 35-ci suala qayıdırıq. Bunu da təzədən izahda müəyyən səhvlik oldu. Ona görə bunu yenə də izahlayarım. Zaman zərfli işlənmiş cümlə müəyyən edək. Cəmi düz 3 saat sahildə dayandı. Nə qədər sualına cavab verdi? 3 saat nə qədər sualına cavab verdiyinə görə kəmiyyət zərfliyidir burada. Zaman zərfli deyil. Burada cavab C-bəndir. Gəzmişəm çölləri gül darxanda. Nə zaman? Gül darxanda. Bulud göz yaşını yerə sıxanda. Nə zaman? Yerə sıxanda. Və bunlar zaman zərfliyidir. Cavabımız ona görə C bəndi oldu.